Bankda sürücü işi var yoldaşlar, bankda sürücü işi var. Amma yəni mən bu videoda sizə Allah qoysa cəmi elə bir dənə bankdakı olan sürücü işindən bəhs etməyəcəm. Yəni digər işlərdən də bəhs edəcəm, narahat olmayın. Amma ilk öncə bankdakı sürücü işindən bəhs edeyim. Deməli bu bankdakı sürücü işi inkassator işidir yoldaşlar. Sürücü inkassator işidir, Yapı Kredi Bankındadır. Deməli nə tələb eləyirlər yoldaşlar sizdən? Sizdən tələb eləyirlər ki, BS kateqoriyanız olsun, heç olmasa orta təhsiliniz olsun, həqiqi hərbi xidmətə başa vurmuş olun, 3 il iş təcrübəniz olsun. Bundan əlavə yoldaşlar Azalda da iş var, sürücü işi var, amma bu bir sıra kateqoriya tələb eləyir. Zabrat hava yollarının, daha doğrusu hava yoluna idi. Zabrat hava limanındadır yoldaşlar. 2 növbəli işdir. Peşə ilə bağlı təhsiliniz olsun, BSDY kateqoriyanız olsun. Bax, belə bir variantı da var. Sonra şəxsi maşınla sürücü işi var yoldaşlar. Təxminən 1600-2500 manat qazana biləcəyiniz bir sürücü işi də var. Gəlin ondan da bəhs edeyim sizə. Deməli, bu iş nə işidir yoldaşlar? Bu 22-35 yaşlı bir şəxsinizsə və telefonunuz bir dənə deyilsə və əgər bir dənədirsə də o da ancaq iPhone-dursa sizlik deyil bu iş. Çünki Android telefon olmalıdır, yəni Samsung olmalıdır, bu tipli telefon olmalıdır. Varsa elə bir telefonunuz, belə bir işdə var. Skuterlərin bateriyalarını təyin olunmuş marşrut üzrə çatdırıb əvəz edirsiniz. Belə bir variant var. Sonra gül dükanında var sürücü işi, təxminən 1000 manatdan yuxarı qazana biləcəyiniz. Bu da sizdən tələb edir şəxsi maşınınız olsun, rus dilini bilin yoldaşlar, 25-35 yaşlı olun, 1000 manat əmək haqqısıdır. Üstə gəldə hər çatdırılmaya görə faizi var. Digər sürücü işləri də var yoldaşlar, təbii ki, misal üçün 600, 700, 800 manatlıq işlər də var. Yəni, onların hamısını sadalayıb sizi yormaq istəmirəm, amma ümumi olaraq belə bildirə bilərəm ki, yük maşın sürücüsü, kon sürücüsü, tur sürücüsü, elektrokar sürücüsü, Qaradağda misal üçün yükləyici avtokar sürücüsü işi var. Sonra Rahat Marketdə var sürücü işi, Qaradağda Meyvəlidə sürücü işi var, Azərmətdə təxminən 750 manatlıq bir işdir. Sonra operator sürücü işi var. Sonra Agrovestdə misal üçün sürücü işi var. Daha tam olaraq sürücü işi deyil yoldaşlar. Bölgə müdürü işidir. Bölgə müdürü kimi iş təcrübəniz varsa, misal üçün orada siz 3000 manat qazana bilərsiniz. Rayondadır bu iş yoldaşlar. Bundan əlavə sürücü çatdırılma üzrə də var. 800 manatlıq sürücü işləri də var dediyim kimi. Qarabağda da sürücü işi var yoldaşlar. 1500 manat civarında olan ekskavator sürücüsü var. Sonra bekoloder sürücüsü işi var. Sürücü işləri rayonlarda, misal üçün Daşkəsəndə, Göygöldə, Qarabağ bölgəsində də var. Avtokar sürücü işləri var və s. Bu tipli sürücü işlərinə də müraciət eləmək istəsə, qeyd edin ki, bu sürücü işləri yoldaşlar son təxminən belə deyim də, son bir həftənin belə deyək, yaxşı. Son bir həftənin ən yeniləridir, belə deyim. Amma yəni siz son 10 günün, son 15 günün də sürücü işlərinə baxıb, onlardan özünüzə uyğun olanı seçə bilərsiniz. Yəni, bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda səsini çəkirsinizsə və yaxud da digər sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızda səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun. Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.